Gəlin bir yerdə bu sualın izahına baxaq. Mən bu sualı həll etmək üçün ilk öncə EBOB ABC-ni tapıb, daha sonra kəsrin qiymətini tapıb onları toplayacağam. Gəlin EBOB ABC-ni tapaq. Deməli, mən bilirəm ki, bu ABC ədədləri artan sıra ilə cüt ədədlərdir. O zaman mən A-ya 2n, B-yə 2n üstəgəl 2, C-yə də 2n üstəgəl 4 deyərəm. Və burada bu 2n yazaq. Buradan 2-ni mötərizənin xaricinə çıxardaram. 2 vurulsun n üstəgəl 1. Buradan da 2-ni mötərizə xaricinə çıxartsaq, 2 vurulsun n üstəgəl 2 alınır. Və hər birində görürəm 2 vuruğu var. 2-ni çıxardarıq xaricə, EBOB n üstəgəl 1 və n üstəgəl 2 qalar. Və bunlar da nədir? Ardıcıl ədədlərdir. Ardıcıl ədədlər olduqları üçün həmin ədədlərin EBOB-u 1-ə bərabərdir. Gəlin baxaq, məsələn, bu olsa 5, 6, bu da 7 olur. Və ardıcıl ədədlərində EBOB-u 1-dir. Ona görə də 2 vurulsun 1 bərabər olur 2-yə. İndi gəlin o kəsrin qiymətini tapaq biz. Deməli, kəsirimiz C çıx A, A çıx B-dir. Mən C-nin yerinə 2n üstəgəl 4, A-nın yerinə 2n yazıram. Burada da A-nın yerinə 2n yazırıq, çıxılsın. B-miz 2n üstəgəl 2-dir. 2n üstəgəl 2. Mötərizəni də açdığımız zaman bu üstəgəl olacaq çıx. 2n'dən 2n'i çıxdım, 4 qaldı. 2n'dən 2n'i çıxdım, mənfi 2 qalacaq burada. Və 4'ü də mənfi 2'yə böldüyümüz zaman mənfi 2 alınır. İndi EBOB-la bu kəsrin qiymətini toplayaq. EBOB-umuz 2 idi, kəsrin qiyməti də mənfi 2 oldu. Topladığımız zaman da cavab 0 olmuş olur.